Mən həmişə bu leksiyanın, bu mövzunun demək, istəyirdim həmişə bunu yığan bir yerə və qısa və aydın təqdim edəyəm. Çünki çox işlənilir. Amma hərdən səhv, hərdən müasir demək, adlarla, keçmiş adlar üst-üstə düşmür. Ona görə çaşqınlıq yaranır. Məsəl üçün, demokrat deyirik zada Obama'nın Demokrat Partiyasına Amerikada. Amma əslində bu sosialist partiyasıdır. Sosial-demokrat partiyasıdır ya sosialist partiyasıdır. Respublikaçılar partiyası isə konservativ partiyadır. Tutalım, İngiltərənin konservativ mühafizəkarlar partiyasına yaxın. Belə çaşqınlıqlar, suallar çox olur. Ona görə çalışmışam bunları yığım və qısa sizə təqdim edeyim. Ümumən ideologiya, bax, sadə olaraq cürbəcür baxışların sistemi, həyata, idarəçiliyə, insanlar arasında münasibətə baxışların sistemidir. Hətta siyasi idarəçiliyə də təsir edir, onun təməlidir, onun fəlsəfəsidir, əsasıdır. İdeologiya budur. Dünyada bütün ideologiyalar iki yerə bölünür. Təməl insan haqlarını bilirsiniz də, məsəl üçün, yaşamaq hüququ, mən nə bilim, sərbəst özünü ifadə eləmək hüququ, din azadlığı və s. Yaxşı bilirsiniz bunları. Təməl insan haqları dövlət və cəmiyyət maraqlarından üstün tutan ideologiya. Bu nömrə 1. Bax, burada görürsünüz, bu cəmiyyətdir, amma insan burada böyükdür. Bax, bunu belə çəkmişik. Bunun adı liberalizmdir. Demək, liberalizm dünyada ilk olaraq bu məsələni qoyduğu tarixdə, orta əsrlərdən başladı. İnsanın təməl hüquqları var, cəmiyyət ona toxunmamalıdır. Sən niyə belə geyinirsən? Biz belə səs vermişik, sən danışma. Çoxluq belə istəyir, belə geymə, belə danışma, belə inanma. Bunlar hamısı liberalizm rədd edir. İkinci tip ideologiya demək, dövlət və cəmiyyət maraqları insandan üstündür. İnsan tabe olmalıdır. Biz belə səs vermişik, ya bizim axsaqqalımız belə deyibsə, gərək çadıra taxasan, məsəl üçün. Və s. Və ya gərək 1 may bayramına gələsən, tutalım, keçmiş Sovet hökumətində. Ya Hitlerin Reyxində, dövlətində, məsəl üçün, Yahudilərə nifrət eləyəsən, öldürəsən, yandırasan. Ne üçün? Biz belə səs vermişik. Çoxluq belə istəyir. Avtoritarizm və cürbəcür avtoritarizmlar və totalitarizmlar insanın təməl haqlarını tanımır. Tak. Sonra ən qədim ideologiya. Ən qədim ideologiya nədir, məsəl üçün? Tutalım, ibtidai dövrdən çıxmış biraz cəmiyyət, ya ibtidai dövr cəmiyyəti, ya bizim cəmiyyət, bizim cəmiyyətimizin, bizim dövlətimizin ideologiyası nədir? Güc ideologiyası. Mən güclüyəm, sən zəif. Pulu gətir, qoy bura. Budur, kratsı bunların demək ideologiyası. Ne üçün mən gətirməliyəm? Heç ne üçün. Gətir, öldürərəm yoxsa səni. Şuarları belədir. Və burada demək, belə gangster, bandit göstərilib və insan burada, insana münasibət. İnsan qənimətdir, şikardır. Jərtva. Necə? Qurbanlıqdır. Ya ovdur. Просто insana bir zat kimi baxırlar. Paymat, порезать, покушать. Əslində bizim dövlətimizin demək, ideologiyası bugün budur. Get pulu gətir, doləmi ver.
İkinci ideologiya meydana gəldi, onların adını qoydular organik ideologiyalar. Bu organik çətin sözdür. Əslində biz onu organizm ideologiyası deyək. Nədir organizm ideologiyası? Burada insanlar, cəmiyyət artıq bir-birinə düşman deyil. Biz hamımız bir ailəyik. Necə ki ailədə ata, ana, oğul, qız, bunlar hamısı bir bədənin demək üzvləridir. Prosta ata yuxarıdadır, o başdır. Ana ürəkdir. Bu ayaq, qol da demək uşaqlardır. Ata əmr eləyir. Get çörək al səhər-səhər. Nə üçün mən? Mən bu orqanizmin başıyam. Get, mən sənə deyirəm. Nə üçün? Mən səni istismar eləmirəm. Mən səni sevirəm. Mən sevirəm səni. Sən də mənim əzizlisən, ana çörək sən alacaqsan. Və ya buran yığışdır, qabları yuh. Nə üçün? Sən məni istismar? Yox, istismar deyil bu. Sevirik biz bir-birimizi. Ananın da ürəyi ağrıyır. Təxminən bax, bu organik ya organizm ideologiyalar indi çox o vaxt yayılmışdı, indi də var. Əslində bizim qanunvericiliyimizdə ailə organik ideologiya ilə işləyir. Uşaq tabi olmalıdır anasına, atasına. Ata, ana uşağa cavabdehdirlər. Məsəl üçün, onun üçün məktəb seçə bilərlər. Haqlar var. Hətta bugünkü müasir qanunvericiliyə görə. Din seçə bilərlər. Mən istəyirəm oğlum bu məkidə getsin, məsələn, süni olmasın, şiə olsun və s. Uşaqdan dahi soruşulmur. Ata-ana dedi, git. Amma bu olur ancaq pasporta qədər. Adam ki, pasport aldı, da o orqanizm dağıldı. Pasport alan adam bərabərlik tələb eləyə bilər ki, dədə, bir dəfə sən çörəyə get. Məsəl üçün. Ya, mən şiə yox, mən vahabi olmaq istəyirəm. Və s. Onda, mən üçün, məhkəməyə verəndə məhkəmə o pasportlu adamın iddialarını təmin eləyəcək. Ondan əvvəl isə deyəcək, yox, dədəm belə deyir, gir. Ya, məsəl üçün, səni filan oğlana vermirəm, o birisinə verirəm. Ne üçün? No, i tak dali. Mən səni sevirəm, sən gələcəyi mən düşünürəm. Belə organik demək, münasibət indiyə qədər, nə qədər istəyirsiniz var, hətta bizim Azərbaycanda da. İstənilən rəis və ya prezident özünü organizm nəzəriyyəsində dədə kimi, baş kimi göstərmək istəyir ki, tabi olun, mən sizi sevirəm, siz mənim balalarımsınız və s. Ulu Öndər tez-tez eləyirdi. Ümumiyyətlə, Lüboy rəis onu işlədir. Mən şimdi Amerikada son 10 ildir ya nəsə belə prezident günü elan ediblər. Soruşmaq ayıb olmasın, nə lazımdır? Ki, sevsinlər başı, dədəni, o da organik nəzəriyyənin təzahürüdür. Prezident günü. Biz prezidentlərdən yığılmışıq bura, onlar prezident günü. Orqanizm ideologiyası, böyük-kiçik ideologiyası, ailə üzvləri, imkanlı və imkansız insanlar bir-birinə düşman yox, necə ki, güc ideologiyasında hamıya düşman idi. Burada biz bir ailəyik. Zəif güclüyə hörmət bəsləməlidir. Güclü isə zəifə qayğı göstərməlidir. Bəli. Məsəl üçün, mən səni işlədirəm, sən kəndçisən, mən baron, amma sənin toyuğa gəlirəm, 100 mad qoyuram. Ya əzəldən nəsə belə bir qayğı göstərirəm sənə. O da ömürdə bir dəfə olur, qalan vaxtı sən işləməlisən. O da, insana münasibət, insan necədir? Organik nəzəriyyədə. İnsan şuursuz bir varlıq, bəli, o çiğ süd əmib. Onu elə belə sözlə başa salmaq mümkündür. Gərək əlində bir qamçı zat da ola, onda başa salarsan sən insanı. İnsan biraz güc lazımdır. Zorla adam eləmək olar onu. Organik nəzəriyyədə belədir.
İnsan çiğ süt əməyib. Ümumiyyətlə ona qayğı göstərmək lazımdır. Məsələn, İranda istənilən mollanı və ya dindarı sən soruşsan ki, bəs niyə siz qadınlara bax, belə pis münasibət bəsləyirsiniz, belə ikinci sort? Deyir, xeyr, onlara prosta biz qayğı göstəririk. Onlar zəifdir, başa düşmürlər çox şeyləri. Birdən başlayar haradasa gülməyə. Bu son başa salacağım ki, burada olmaz gülmək. Gəldi liberalizma. Demək, amma orta əsrlərdən yeni böyük bir fəlsəfə meydana gəldi. Bərabərlik fəlsəfəsi, azadlıqlar fəlsəfəsi və başqa şeylər, mən onları deyəcəm, sadalayacağım. Liberalizm tamamilə başqa bir şey oldu. Heç kimə ata, ana, qayğı deyil, lazım deyil. Çox sağ ol. Sağ ol müəllim, otur. Biz özümüz, insan şuurludur. İnsanın ləyaqəti var. İnsanı sərbəst buraxsan, o özü gedib öz xeyrini tapar. Bizə göstərici zat lazım deyil. Çox sağ ol. Orta əsrlərdən başlamışdı demək bu. Böyük cərəyan 14-cü, 15-ci əsr, 16-cı, 17-ci artıq inqilablar başladı. Əlbəttə ki, qədim Romada və Yunanistanda da elə fikirlər vardı, ancaq cəmiyyətdə geniş yayılmamışdı. Yenə orada orqanik bir nəzəriyyə var idi. Amma burada bunlar başladılar öz təbliğatlarını, özü də o vaxtı hər şey dinin içində idi. Dindən başqa kənarda heç bir bilik yox idi. Və onda o liberallar, demokratlar başladılar dinin içindən cürbəcür maraqlı özləri üçün prinsiplar tapıb çıxartmağa. Məsəl üçün, Allah insanı elə yaradıb ki, elə bir özünə oxşadı. Papadobiu svayimo. Ona görə insan Allah kimi bir şeydir. Ona toxunmaq, onun azadlığını limitsirovat necə gedir? Məhdudlaşdırmaq, ləyaqətinə toxunmaq olmaz. O şuurludur, Allah onu elə yaradıb. Toxunmayın, azad buraxın. Kölə olmamalıdır, köləlik olmamalıdır. Nə üçün? Allah insanı yaradıb özü kimi olsun. İkinci bir prinsip çıxartdılar dindən. Əslində, istənilən mətndən nə istəyirsən çıxartmaq olar. Amma burada demək, Tövrətdə, Bibliyada və Quranda o qədər açıq, aydın yazılmıyor. Amma orada yazılıb ki, insanla Allah arasında saziş bağlanmışdır. Saziş nədən ibarət idi? Allah insana bir kağız verib ki, orada yazılıb, sən 1, 2, 3, 4, 5 qaydaları yerinə yetirsən, mən səni cənnətə aparacam. Yox, yetirməsən, cəhənnəmə gedəcəksən. Bu, 10 buyruq deyirlər ya. Xristiyanlar da bunu qəbul edir. Əslində, İslamda da var. Amma çox da düşünməyiblər bu barədə İslamda. Deyirlər ki, bax, Allah insanlarla belə saziş ki, bağlayıb, onda padşah da insanlarla belə saziş bağlasın. Əgər padşah 1, 2, 3, 4, 5 eləyirsə, biz tabi oluruq ona. Yox, eləmirsə, kənara çıxırsa, onu devirmək də olar. Hardan bildiniz? Bu da Bibliyada yazılıb. Əslində, aydın yazılmayıb, amma belə düzəltdilər. İnsanla Allah arasında saziş, insanla padşah və ya rəis, prezident arasında sazişi təbliğat üçün birləşdirdilər, başladılar təbliğ eləməyə. Və onu İngilis fəlsəfəçilərindən Hobbes, Locke və s. bunun yaxşı məktəbdən də bilirsiniz. Klassik liberalizm prinsipləri nədir? İnsanın oxunmayan ləyaqəti var. Nədir insan ləyaqəti? Bizim dildə hər halda elə ləyaqət sözü yoxdur. Bizdə məsələn, ləyaqətli insanlar var. Özlərini kişi kimi aparan, yalan danışmayan və s. borcu vaxtında qaytaran. Və ləyaqətsiz insanlar var, əksinə eləyənlər. Amma liberallar deyir ki, alçaq adamın da ləyaqəti var. O yalancının da ləyaqəti var. Hər bir qəzolun başlı mənim ləyaqəti var. Ona toxunmaq olmaz.
Əgər o cinayət eləyibsə, bəli, ona cəza vermək olar. Ancaq işgəncə vermək olmaz, alçalmaq olmaz, üzünə tüfürmək olmaz. Nə pislik eləyibsə cəzasını verin, adam kimi verin. Bax, mən onu insan ləyaqəti və ya insanı ləyaqət adlandırmışam, bilmirəm, onu siz gərək tapasınız. Onun nə ad qoyaq? Hər bir insanın ləyaqəti var. Hər bir insanın azadlığa tələbatı var. O azadlıqdan istifadə edib öz həyatını yaxşılaşdırır. Hamı bərabər olmalıdır, bu aydındır. Bərabər, yəni qanun qarşısında bərabər. Biz təhlükəsiz yaşamaq istəyirik. Heç kəs əl qol atmasın və nəhayət zorakılığa müqavimət hüququ. Əgər rəhbərlik zorakılıqla məşğuldur, alçaldır bizi və s. biz onu devirə bilərik, yığışıb bir yerə. Bu tamamilə orqanik nəzəriyə zid olan bir fikirdir. Axı, orqanikdə sən başa müqavimət göstərə bilməzsən. O, sən bədəninin başıdır, o əmr eləyirsən, məcbursan, amma deyirlər, yox, məcbur deyilik. Baş xoşumuza gəlmirsə, pis aparır sözünü, onu kəsərik, başqa baş gətirərik belə. Nə oldu burada yenə? İnsana münasibət. Ümumiyyətlə, mən görürsünüz, bunu belə abzas kimi, paragraf kimi hər yerdə insana münasibət ayırmışam. Siz də hər zaman hansısa bir sosial fenomeni öyrənəndə orada böyük rəqəmlər olur, orada statistika olur. Ancaq birinci sual, insana münasibət necədir? Sən arvadı döyürsən ya yox, qardaş? Məsəl üçün. Bir də Sovet hökumətində qadınlar hüququ belə olub, amma konkret insana, qadına münasibət, son söz kiminki idi ailədə? Arvadınki. Bu tak. Neysə, insana münasibət belədir. İnsan şuurludur və mərddir. Onu azad bıraxın, özü göstərişsiz öz rifahını axtarıb tapa biləcək. Və nəhayət, yenə görünməyən bir şey. İnsan insana rəqibdir. Biz daha bir orqanizm deyilik. Oyun başlayıb, bazar başlayıb, rəqabət başlayıb. Kim apardı? Apardı. Əlbəttə ki, düzgün oyun olmalıdır. Cığallıq olmamalıdır, zorakılıq olmamalıdır. İnsan insana rəqibdir. Bu, ən çətin prinsipdir. Hansın ki, başqa ideologiyalar qəbul eləmir və çalışır o ilə vuruşmağa, ancaq uduzurlar hamı. Daimi rəqabət, risk, böhran, qeyri-stabillik. Liberalizm bunu təklif eləyir insanlara. Azadlığın və inkişafın demək əvəzində və yanında belə çətin, dəhşətli şeylər gəlir. Kim bacarır? Vuruşur, qalır, inkişaf eləyir. Bacarmayan da ki, Sovet hökuməti kimi süqut eləyir. Şuar, düzgün yolla varlanana baş qurban. Varlı adam pis adam deyil. Amma həm Bibliyada, Quranda yoxdur elə şey. Çünki Məhəmməd Peyğəmbər özü çox istedadlı tacir idi, iqtisadçı idi, belə deyək. Amma varlı adama pis baxırdılar. Düzdür, varlı adamlar cığallıq eləyirdilər. Polisi ələ alırdılar və s. incidirdilər mitingçiləri. Amma istedadlı adamlar da var, onlar da varlar, onlara da nifrət eləyirdilər. Onlara Sovet hökumətində və başqa orqanik və avtoritar sistemlərdə nifrət eləyirdilər. Amma liberalizm deyir ki, yox, əsl qəhrəman odur. O istedadlı və düzgün varlanan insan. Bu da yeni bir şey oldu. İşləməyən dişləməz. Bu feodalizma qarşı idi. O orqanik nəzəriyyə ki, qardaş, bir gün sən çörəyə get, bəsdir mən çörəyə getdim, bir gün sən get çörəyə al. Və nəhayət, varlılar varlandıqca kasıblar da varlanacaq. Belə bir sübut olunmamış bir prinsip ki, darıxma, bəli, mən varlanıram, amma inan ki, sən də varlanacaqsan da, əslində belə də oldu. Nə qədər amma, məsəl üçün, tənqidçilər deyirlər ki, varlananda kasıblar kasıblaşır. Onlar kasıbların şotuna
varlanırlar. Amma əslində elə olmadı. Varlı ölkələrində baxsan, orada vallar da varlıdır. Kasıblar da komünist ölkələrindən xeyli varlıdır. Hərəsinin maşını var. Milyonerin biraz böyük maşını var. Varlı biraz balaca, amma var. Bax, belə yeni görünməyən şeylər çıxdı. İnsan insana rəqibdir. Daimi rəqabət, böhran, qeyri-stabillik. Varlılar varlananda kasıblar da varlanacaq. Bax, bu yeni, belə deyək, fəlsəfə gətirildi cəmiyyətə. Onu indiyə qədər də qavrayanlar azdır. İndiyə qədər varlı adamı həmişə cığal, oğru, əyri yolla qazanan və s. kimi qəbul edirlər və ya qələbə verirlər, amma bu belə deyil. Klasik konservatizm ya mühafizəkarlıq. Bütün bu, mən dediyim, liberalizmin paradoksları və ziddiyyətləri, hansın ki biz sadaladıq, axırda ənənəvi cəmiyyətdə böyük bir böhran yaratdı. Həm iqtisadi böhran, həm mənəvi böhran. Nə oldu elə həmişə pul danışırsınız. Adam gərək, adamın kökü olsun, əsli nəcabəti olsun. Biz hər küçədən gələn marojna satan indi oturub maşında gəzir. Bu nə olmalıdır? Belə filan. Hər restoran sahibi parlamentdə mi oturacaq? Liberaldır, bəli oturacaq. Ancaq aristokratlar deyir, xeyr, elə deyil. Və başladı böyük bir konservativ və ya mühafizəkar reaksiya, liberalizma. Yenə ortaya həmən güc adamları başladı atlanıb düşməyə və o organiklar gəldi. Bunlar hamısı 19-cu əsrin əvvəllərindən demək axıra qədər yeni konservativ ideologiyanı ortaya qoydular. Daha doğrusu yenilik bir şey yoxdur. Həmən o banditlərdən başqa və organikdən başqa həmən şeylər prosta adını qoyublar. Bu da organik bir ideologiyadır əslində. İnsana münasibət yenə, insan özünü çox vaxt şuursuz heyvan kimi aparır. Və bu zaman insanlar gərək adət-ənənəyə, dədə-baba qaydasına riayət eləməlidir. Biz yuxarıdakılar, aristokratlar, xalqı sevirik, amma siz gərək bizim sözümüzə baxasınız, qulaq asasınız. Şuar belədir. Allah olmayan yerdə otur, ağsaqqal olmayan yerdə oturma. Budur konservatizmin şuarları. Əlbəttə ki, yeni yaranan konservativ cərəyanı artıq liberalizmlə üzləşdi və onu kənara qoya bilmədi. Əslində bunun organik teoriyası da liberalizmin üstündə oldu. Həmən o insan haqları, bazar iqtisadiyyatı, rəqabət, hamısı konservatizmdə da var. Artıq onlar tam qələbə çaldı demək, liberal o paradoksları və teoriyaları. Amma nədir konservatorlar? Deyir, tələsmə, səbr elə. Bəli, azadlıqlar verəcək, darıxma, pusat, polis, darıxma, hər şey yaxşı olacaq. Tez dəyişikliklər lazım deyil. Bax, gör, dədən baban necə yaşayırdı və s. Demək, əslində konservatizm ancaq bununla fərqlənir liberalizmdən. Həmən o azadlıqları, zorakılığa müqavimət, bazar iqtisadiyyat hamısını qəbul edib, deyib ancaq tələsmə, gəl baxaq görə ağsaqqal nə deyir, sonra səs verərsən. Elə. Səs vermə olacaq, ancaq ağsaqqala qulaqsaq. Sosializm sevimli bizim sosializmimiz. Sosializm, demək, konservatizm necə liberalizmə qarşı idi, sosializm da kapitalizmə və iqtisadi liberalizmə qarşı yarandı və başladı inkişaf eləməyə. Həmən o rəqabət, həmən böhranlar, işsizlik, varlı adamların, uşaqların Mercedes sürməsi, bunlar hamısı yeni bir böyük nəzərəyə yaratdılar. Əslində bu da o qədər də yeni deyil, əslində baxsan çox qədimə qardaşlıqdan, əməkdaşlıqdan danışan çox qədim fəlsəfələr var və dinlər var və s. Bəşəriyyət bir ailədir. Bura bazar deyil.
həmişə pul. Biraz otur bir mənəviyyat haqqında fikirləş. Nə qədər adam vuruşar bir-biri ilə. Axı biz bir ailəyik, biz bir-birini sevirik. Biz bir ailəyik, amma o organik ailə deyilik biz. Biz bərabərik. Biz bərabər belə sistemin bərabər üzvləriyik. Organiklə bunun fərqi budur. Və burada tutalım, siz deyirsiniz, istedadlı adamlar var, onlar varlanmalıdır. Amma biz deyirik ki, istedadlı adamlar istedadsız adamlara kömək eləməlidir. Belə. Mən qəsdən işlətmirəm, varlılar kasıba kömək eləməlidir. Çünki o saat bizim başımızda belə bir obraz yaranır ki, varlığı gedib oğruyub hardansa, nə olsun, versin demə. Xeyr. Bizdə var məsəl üçün istedadlı şair yazıcı. Burada bizim Ayyol, nə o bizim var. Onun kitabları belə gür gedir. Amma istedadsız da var. O da yəni ki, o qanarardan biraz mavir. Deyir, nə üçün? Deyir, çünki sosializmdir. Bəli, sizin belə gülməyiniz gəlir, amma əslində burada da belə bir paradoks var. Bəli, sən varlısan, nə olsun? Mən də insanım. Axı, mənsiz sən yaşaya bilməzsən. Biz biraz tupoyuq. Amma sənin kitabları biz alırıq. Biraz ver. Tutak. Öz xoşunla. O da əslində sosializm budur. Sosializm yenə liberalizma heç bir şey eləyə bilmədi. Mən sadaladığım əsas prinsiplər, insan ləyaqəti, insan azadlığı, bazar iqtisadiyyatı və s. bunlar hamısı qaldı. İntası ki, böyük bir şuar qaldı. İstedadlı yazıcı biraz o kitablardan bizə də verməlidir. Ya qanararından. Və çox müsbət bir şey gəldi. Böhrandan sığortalanmalıyıq. Necə? Prosta sığorta açırıq. Hərəmiz bir mad yığırıq, toplayırıq. Böhran gələndə də oradan götürür, işlədirik. Mən təxminən danışıram, amma sığortalanmalıyıq biz. Həm iqtisadi böhrandan, həm insan xəstələnə bilər, həm təbii fəlakət ola bilər. Bunlar hamısı klasik liberalizmdə yoxdur və ya çox az fikir verilirdi ona. Amma sosialistlər bunu yaxşı qaydasına saldılar və bu indi siyasət, bütün siyasi ideologiyalarda və sistemlərdə var. Keçibdir, necə liberalizm prinsipləri hər yerdə qələbə çalıb, sosializmin də o sığortası hər yerdə qələbə çalıb. Bir də yazıq bu organiklar qalıbdı orada da. Onu da belə qabaqcıl ölkələr, Azərbaycan kimi, Türkmənistan kimi biz çalışırıq onu yaşadaq. İndi baxaq görək axırı nə olur. Yenə insana münasibət, insana rəqib yox. Qardaş və yoldaş və əməkdaşdır. Tək gəzmə. Tam bu edir. Belə qucaqlaşın gəzin, tək gəzməyin. Kommunizm. Kommunizmi kim görməyib, çox maraqlı şeylər görməyib, amma biz onu görmüşük. Mən görmüşəm. Belə heç ad da tapa bilmirəm o yaşayışa, o şuurlu adama, o sistemdə yaşamaq çox çətin idi. Ləyaqət deyilən şey yoxdur. Azadlıq deyilən şey yoxdur. Rəqabət deyilən şey yoxdur. Yuxarıdan əmr gəlir, bunu elə. Sonra məsəl üçün, ailədə belə şeylər vardı. Əgər kişi arvaddan boşanmaq istəyirdisə, arvad gedirdi partiya komitəsinə, zarafat istəyir ama. Köhnə Sovet kinolarına baxarız, görərsiniz. Şikayət edirdi partikomu ki, bəs o məni atdı bu saat. O da çağırırdı onu partsabraniya, deyir ki, hərdən qulaq asırdı, kinoda elə, hərdən qulaq asırdı, qayıdırdı ailəsinə. Yox, əgər qulaq asmırsa, partiya onu heç eləmirdi. Elə bir Allah onu cəzalandırırdı kinonun axırında. Bu da bizim demək ən böyük belə baş bu idi. Bu da biz. O da bizim führerimiz. Şuarlar. Azadlıq anarxiyadır. Rəhman Vəzirov vardı bizdə. Azərbaycan rəhbəri. Onun sevimli sözüydü. Komünist Partiyası rəhbəri idi. Azadlıq anarxiya deyil, amma deyirlər ki, anarxiyadır.
İşsizin azadlıq nəyinə gərək? Qoy mən səni alçaldım, mən sənə əmr verəcəm, amma sənin işin olacaq. Sən acından ölməyəcəksən. Bura, işte bu zadı qoy bura, kubiki. Bayrağı götür, bir mayda çıx, oradan qışqır. Alır, mən istəmirəm qışqırmağı. Eybi yox, zato mən sənə iş verirəm, kusok xleb verirəm sənə. Şəxsi mülkiyyət qadağandır, yoxdur. Bazar iqtisadiyyatı yoxdur. Bazarı bağladılar. Hər şey dövlətin əlində olmalıdır. Bu barədə böyük kommunist Mao Zedong vardı, yadınızdadırmı? Eşitmişsiniz belə. Mən elə suallar soruşuram. Çünki mən bilmirəm, siz nəyi bilirsiniz, yadınızdadır, yox. Beatles bilirsiniz? Hərdən dilə bilmirik. Mao Zedong'un gözəl vahşi, onun gözəl aforizmləri var. Onu tapın internetdən, maraqlı şeylər var. Deyir, diş fırçasından başqa hər şey dövlətin əlindən olmalıdır. İnsanın ancaq özünki diş fırçasıdır. Qalan biz hamısını sən başa salacağıq. Вот так. Kommunizm və Sovet sotsializm ölkələri hamısı dağıldı. Ən böyük ölkə Çin idi. O da yavaş-yavaş liberalizm dəniz tərəfdən girir ora. Qaldı bir dənə Kuba və Şimali Koreya. İki ölkə qalıbdır, bu nəzəriyyə ilə işləyir. Onlar da acından ölür. Faşizm və ya onlar özlərini milli sosializm deyirdilər. Nədir bu? Qısa olaraq, bir millət üçün sosializm. Sosializm ancaq Almanlar üçün. Məncə, orada başqa millətlər ki var, Yahudidir, məndən, o birisi, Slavyan. Bunlara aid deyil. Almanlar birinci növ millətdir, qalanlar ikinci, bunun birisi də yaxşı. Amma demək istəyirəm ki, yəni bunun bu Hitlerin irqçiliyi və müharibələri aydındır. Amma Hitler Alman xalqı üçün neyniyib? İnsana münasibət necə idi Almana? Hitler fəhlələri sevir. Hitler fəhlələrlə şorpa yiyir. Fəhlələrə sanatoriyalar tikir, zarafası deyirəm. Fəhlələri böyük gəmilərdə gəzdirir. Hitler ailə üçün böyük yardımlar göstərir və s. Kənar danışanı isə məhv edirlər sırazu. Xəstələr ölməlidir. Onlar Alman xalqına lazım deyil. Qalanları isə biz sizi sevirik, ölürük. Görsən ki, bu da Alman xalqı da Hitler üçün ölür. Bax, bir millət üçün sosializm bunlardır. Ən nifrət elədiyi liberalizm və sosializm idi Hitlerin. Nə azadlıq, nə ləyaqət. Führer nə deyirsə, o olmalıdır. Axırda bunlar da dağıldı. İndi faşist ideologiyası ilə idarə olunan yoxdur ölkəyə. Bəlkə var, kimsə xatırladar. Belə çox. Hərdən İsraili deyirlər ki, məsəl üçün, orada ancaq Yahudilər birinci növdür, orada yaşayan Fələstinlər ikinci, amma əlbəttə ki, Hitlerə çatan deyirlər yəni. Təzahürləridir. Bu da axırıncı mənim səhifəm. Bax, tapmışam ədəbiyyatdan fon boyla görərsiniz internetdə. Hansı cərəyan, hansı partiyalar necə yarandı? Feodalizmə qarşı liberalizm yarandı. Onlara qarşı konservatizm yarandı. Bunların ikisinə də qarşı fəhlə sosialist partiyaları. Ümumən industrial gücə qarşı kəndlilər, aqrar partiyaları. Məndən xristiyanlar, kommunist və s. baxarsınız hamısının burada deməyin sadı yoxdur. Arxası da var, klasik liberalizm əsasları, baxarsınız internetdən. Əsasən bunlardır. Çox sağ olun.